Çünki hərə bir söz söyləyib. Bax, hal-hazırda bizim prodüserlərimiz məlumat verirlər ki, tamaşaçılar zəng edirlər ki, doğrudan da dünyanın sonudurmu, doğrudan da dünya dağılacaqmı, doğrudan da qiyamət yaxınlaşırmı və s. Bütün bu sualların cavabını isə Müşfiq müəllim verəcək. Bilirsiniz, qiyamət haqqında Nurali müəllimin də qeyd etdiyi kimi, yəni həqiqətən qiyamət hadisəsi baş verəcəkdir. Bunu bugünkü elm də təsdiqləyir. Sadəcə olaraq adı fərqlidir. Biz buna qiyamət deyirik, bugünkü elm ona başqa ad qoyur, dünyanın sonu deyir. Misal üçün, bugünkü elm də təsdiq edir ki, günəş nə zamansa sönəcək, nə zamansa öz enerjisini, şüasını, işığını itirəcəkdir. Günəşin sönməsi demək, işığını itirməsi demək, dünyanın sonu deməkdir. Bəli. Bugün bunu elm də qəbul edir, dünyanın sonu olacağını ki, buna biz qiyamət deyirik. Ancaq nə zaman baş verməsinə gəldikdə isə elm də bunu dəqiq olaraq bilmir və dinimiz də bunu dəqiq olaraq nə Qurani Kərimdə, nə Peyğəmbərimiz Aleyhisselamın hədislərində bilgi verilməmişdir. Baxın, indi uğultudan bəhs edirik. Bakıda baş verən bu uğultudan və ya digər ölkələrdə baş verən bu uğultudan qiyamətmi, dünyanın sonumu deyə əsasən sual bu şəkildə qoyulubdur. Ancaq bilirsiniz, qiyamət mənzərəsi çox dəhşətlidir. Bu qiyamət ərəfəsində, qiyamət əsnasında 18 ölkədə baş verən uğultudan ibarət deyil qiyamət. Baxın, Qurani Kərimdə çox hörmətli Nurali müəllim də qeyd etdi, qiyamət mənzərəsi haqqında Qurani Kərimdə bir çox ayələr var. Hətta qiyamət deyə ayrıca Qurani Kərimdə surə var. Zəlzələ deyə ayrıca surə var Qurani Kərimdə. Yəni, bu arada bilgilər çoxdur qiyamət mənzərəsi haqqında. Misal üçün, göy parçalanacaq zaman, ulduzlar dağılıb səpələnəcəyi zaman, dənizlər qaynayıb bir-birinə qarışacağı zaman. Bunlar hamısı qiyamətin mənzərələridir. Başqa bir ayədə qiyamət mənzərəsi haqqında Allah-u Teala buyurur ki, ürəkləri dəhşətə salan qiyamət. Sən nə bilirsən ki, qiyamət nədir? Peyğəmbərimiz Əleyhisselama xitaban Allah-u Teala bunu buyurur. Sən nə bilirsən ki, qiyamət nədir? O gün dağlar didilmiş yun kimi olacaqdır. O gün insanlar ətrafa kəpənək kimi səpələnəcəkdir. Baxın, yəni nə demək istəyirəm? Qiyamətin mənzərəsi çox dəhşətlidir. Bu, hansı 18 ölkədə baş verən bu uğultu qiyamət əlaməti də deyildir. Baxın, qiyamətin kiçik və böyük əlamətləri var. Hansılardır o zaman? Bəlkə bu əlamətlərlə kiçik əlamətləri demək olar ki, çıxıbdır. Misal üçün, kiçik əlamətlərdən birisi zəlzələnin sayının artması. Bugün həqiqətən də zəlzələ, Peyğəmbərimiz Əleyhisselam bu hədislərində var, qiyamətin kiçik əlamətlərdən birisi də zəlzələlərin sayının artması. Bugün həqiqətən də ki, elm də bunu təsdiq edir ki, son zamanlar zəlzələlərin sayı artıb. Baxın, sizə bir statistik məlumat verim. Amerika Geologiya Araşdırma Qrupunun bir araşdırmasına görə 1556-cı illə 1975-ci illər arasında 5 baldan yuxarı olan zəlzələlərin sayı 110-dur. 1975-ci ildən 2003-cü ilə qədər olan zəlzələlərin sayı 1685-dir. Hətta yenə Amerikanın Milli Zəlzələ İnformasiya Agentliyinin verdiyi rapora görə 1999-cu ildə, sadəcə 1999-cu ildə 20.832 zəlzələ baş verir. Yəni bu zəlzələlərin artması, biraz əvvəl bəhs etdiyim qiyamətin kiçik əlamətlərindəndir. Yəni bu kiçik əlamətləri çıxıbdır. Bir çox başqa kiçik əlamətləri vardır. Ancaq böyük əlamətlərinə gəldikdə isə artıq böyük əlamətləri heç də bizim təsəvvür etdiyimiz kimi, təkrar edirəm, hansısa ölkələrdə bir uğultudan ibarət deyildir. Əgər böyük əlamətləri artıq, misal üçün günəşin şərqdən deyil, qərbdən doğması böyük əlamətlərindəndir. Bu Peyğəmbərimiz Əleyhisselamın hədislərində bu var. Yenə Qurani Kərimdə günəşlə ay birləşəcəyi zaman, eyni ikisi də qərbdən doğacağı zaman, eyni yerdən doğacağı zaman, yəni bir çox ayələr var. Bunlar hamısı qiyamətin böyük əlamətləridir. Yəni Qurani Kərimdə uğultu ilə bağlı əslində heç bir məlumat yoxdur. Xeyr. Belə bir əlamət yoxdur. Bilirsiniz, bu günün söhbəti deyil. Ta uzun illərdən bəri Peyğəmbərimiz Əleyhisselam vaxtından bəri qiyamət nə zaman qopacaq deyə ona suallar verilibdir. Baxın, yenə bu arada ayə var. Səndən ya Peyğəmbər. Allah-u Teala Peyğəmbərimiz Əleyhisselamın xitabən bulunur. Qiyamət nə zaman qopacaq deyə sual edirlər. Soruşurlar, qiyamət nə zaman qopacaq? O qiyamətə inanan da, dünyanın sonunun gələcəyini qəbul edən də etməyən də səndən soruşur. Və yəqulunə mətə həzəl va'du in kuntum sadiqin. Əgər iddianızda doğrusunuzsa ki, dünyanın sonu olacaq, elə isə xəbər verin, dünyanın sonu nə zamandır? Deyək ki, bu barədə bilgi yalnız Rəbbimə məlumdur.
Allah Teala deyir, cavabla. Yəni Allahdan başqa bu dünyanın heç kim sonunun bilmir. nə vaxt olacağını heç kəs bilə bilməz. Göylərdə və yerdə heç bir kimsəni bu haqda bilgi əldə etməsi mümkün deyildir. Çətindir. Baxın, ayə davam edir. Lə tə'tikum illə bağtətən. O sizə qəflətən gələr. Lə tə'tikum orijinal ifadəsi ilə söyləyim. İllə bağtətən. O sizə qəflətən gələ bilər. Ancaq bunun nə zaman baş verəcəyini Allahdan başqa heç kimsə bilməz. Hətta peyğəmbərimiz belə, peyğəmbərlər belə bu haqda bilgiyə sahib deyildir. Baxın, o peyğəmbərlər ki, Allahla hər zaman ünsiyyətdə olan insanlardır. O peyğəmbərlər ki, peyğəmbərimiz də başda olmaqla təbii ki, Allahın ən sevimli insanlardır. Hər zaman Allahla onların müəllimi, belə deyək, peyğəmbərlərin müəllimi birbaşa Allahdır. Peyğəmbərlərə belə bu haqda Allah Teala bilgi məlumat verməyib. Müşfiq müəllim maraqlı məqamlardan danışdı, qiyamətin əlamətlərindən danışdı. Bizim də elə məhz bununla bağlı maraqlı bir sujetimiz var. Gəlin həmin sujetə nəzər salaq, sonra müzakirəmiz davam edir və tamaşaçılarımıza səsləndirəm ki, sizi narahat edən, düşündürən bütün suallarınızı zəng edərək efirimizə qoşularaq qonaqlarımıza ünvanlaya bilərsiniz. Səndən qiyamət gününün nə vaxt qopacağı haqda soruşsalar de, o ancaq Rəbbimə məlumdur. Qiyamətin qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Sən səmanın aşkar bir duman gətirdiyi günü gözlə. Bu duman insanları bürüyəcəkdir. Bu ağır bir əzabdır. O böyük bəla gələndə İnsan nələr etdiyini yadına salacaq. Bizə söylə, bu dediklərin haçan baş verəcək? Bunların hamısı başa çatmaqdaykən hansı əlamətlər olacaq? Mələk bu xurdanı götürüb qurbangahtakı odla doldurdu və onu yeryüzünə atdı. Göy gürültüsü, uğultu, şimşək və zəlzələ baş verdi.